Bugün peyvəndimizi kolleqamıza vuracağıq. Çox vaxtı bizim ixtisasdan olmayan xanımlara vururuq, amma artıq özümüzünkilərə də vaxt ayırmağa başlamışıq. Bizim əlbəttə ki, əllə təmasdan ya da pasiyenti müayinə edərkən əlcəkdən ya da bədənimizin başqa bir yerinə keçə bilər. Ona görə biz daha çox qorunmalıyıq. Xüsusilə məsələn lazerlə yandırdığımız zaman məsələn papillomanı nəfəs yollarına keçib orada da problem yarada bilir. Ona görə vurdurmaq lazımdır. Və indi kolleqamıza vuracağıq. İndi onu göstərməyəcəyik çünki gizli qalır o. Qışqırmayacaq. Qışqırmağına ehtiyac olmadığını bilir. Çox sakit bir xanımdır. Belə telefonla çəkib vururuq ki, qışqırası olsa da qışqırmasın. Bilir, səsi çıxmadı, maşallah, əzəllər də var. Heç bir ağrı yoxdur, elə deyil? Yoxdur. Yəni, elədiyimiz prosedur bundan ibarətdir. Mədəni insanlar kimi bundan vuracaq ki, xanım baxıb qorxmasın. Buna biz 3 doza vururuq, 6 aya tamamlanır. 6 ay tamamında artıq xanım HPV-nin 9 növündən qorunmuş olur.